Sizi göndərirlər analizlara, rutin yoxlamalara, müxtəlif müayinələrə. Hansısa birinə görə ana ağzın açıb, gələcək ana ağzın açıb danışa bilir? Yox. Çünki o qorxur. Qorxur, dillənmir və buna görə də tələb etmir. Əgər o hazırlaşsa, bilsə ki, bu buna lazım deyil. Nəyə görə bunu hər ay bu qədər yönəldirlər bura, ora, bura, ora? Müxtəlif aparatlar çıxır. Bəli, aparatlar. bəli. Hamısını da soruşasan, bunun heç bir zərəri yoxdur. Necə olur? Aparatın zərəri olmur. Ona görə də qızlar gərək öz hüquqlarını bilsinlər. Nəyə görə? Gəlir xəstəxanaya, ondan qan götürürlər. Onu yönəldirlər tarama testlərinə. Soruşun, 90% bilmirlər ki, heç bu testlər nədir?